Ölkəmizdə fərdi sahibkarların sayı ilə bağlı statistik göstəricilər var. Bu barədə danışmaq istəyirik. Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 440 minə yaxın olub və onların böyük əksəriyyəti hələ də Bakı və bir neçə iri iqtisadi rayonlara yönəliblər. Regionlara böyük vəsaitlər sərf olunmasına baxmayaraq, iş adamlarının marağı paytaxtda sərmayə yatırmaqdadır. Maraqlıdır ki, qadın fərdi sahibkarların sayı kişilərə nisbətən cəmi 23,6% təşkil edir. Yəni, ümumilikdə 1/3-dən də az. Niyə sahibkarlar əsasən paytaxtda maraq göstərir və xanım sahibkarlar niyə azlıq təşkil edir ölkəmizdə? Ümumən daha çox təmərküzləşmə şəhərdə baş verir və buna görə də deurbanizasiyanın aparılması çox vacibdir. Özünü məşğulluq proqramı çərçivəsində də qadın sahibkarlığının inkişaf etdirilməsi üçün xüsusi müddəalar mövcuddur və biz düşünürük ki, ümumən yəni yaxın gələcəkdə biz xüsusən ölkədə iş yerlərinin yaranmasında qadın sahibkarlarının payının da daha yüksək olduğunu düşünərək işğaldan azad olunmuş ərazilərdə məhz qadın sahibkarlığının inkişaf etdirilməsi üçün belə bir stimulun olmasına inanırıq. Bir mühüm xəbərimiz, kafe və restoranlara vergi güzəştləri tətbiq olunacaq. Güzəştlər nağdsız ödənişlərdən istifadə edən iaşə obyektlərinə şamil olmalıdır. Yeni qaydalara görə əlavə dəyər vergisi ödəyiciləri üçün nağdsız dövriyyənin 50% vergidən azad olunaraq, sadələşdirilmiş vergi ödəyiciləri isə nağdsız əməliyyatlara görə 8% yox, 6% ödəyəcəklər, yəni 2% aşağı. Qərar nağdsız ödənişlərin stimullaşdırılması və kölgə iqtisadiyyatının azaldılmasına təkan ola biləcəkmi? Ekspertdən soruşuyoruz.